Əziz tələbələr, mən Amin Lətifov. Bildiyiniz kimi informatikada məsələlər üzrə həll izahlarımız davam edir. Bugünkü məsələlərimiz isə bizim say sistemlərinə aid olacaq. Bilirsiniz ki, keçən səfər biz sizlərə say sistemləri haqqında məlumat vermişdik. Hansı ki, biz onun say sistemindən 2-lik, 8-lik, 16-lıq və digər say sistemlərinin keçidi haqqında və ya 2-lik, 8-lik, 16-lıq və digər say sistemlərindən 10-luq say sistemlərinin keçidi haqqında sizlərə geniş və ətraflı məlumat vermişdik. Əgər sizlər həmin məsələlərin həll izahlarını bilmək istəyirsinizsə, bundan əvvəlki videoya baxa bilərsiniz. Çünki hal-hazırda izah edəcəyim məsələlər də əslində keçən səfər izah etdiyim məsələlərə mərhələlər şəklində edilməsi ilədir. Bugün danışacağımız hissə isə bizim 16-lıq say sistemindən 2-lik say sisteminə keçid və daha mürəkkəb qüvvətlərə malik olan say sistemlərinin keçidi haqqında olacaqdır. Birinci gəlin 16-lıq say sistemindən 2-lik say sistemindən keçidi biz sizlərə izah edək. Əslində bu say sistemlərin keçidini məsələlər üzərində başa salmaq daha yaxşıdır. Çünki bunların konkret bir izahı, yəni məsələ üzərində olmasa konkret bir izah vermək çətindir. Birincisi bunu bilin ki, 16-lıq say sistemindən 2-lik say sisteminə keçid bu yolla aparılır. Əgər bizdə məsələdə verildiyi kimi 16-lıq sisteminə yazılmış 9F ədədinin 2-lik say sistemində təslimdə alınan sıfırların sayı soruşularsa, bizim ilk öncə yazacağımız hissə 16-nın bölənləridir. 16-nın bölənlərini yazırıq. 8-dir, 4-dür, 2-ni, 1-i. Çünki bu bizim üçün çox lazımdır. Yəni bizim əsas işimiz onun üzərində aparılacaqdır. Sonra isə biz nə edirik? Bizə verilən 16-lıq say sistemində olan ədədə baxırıq. Görürük ki, bu 9F-dir. Və mən nə edirəm? Mənə verilən 8, 4, 2, 1, yəni 16-nın bölənlərinin içərisində hansıların cəmi 9-u verirsə və F-i verirsə, onun aşağısından 1 yazıram. Mənə 9-u və F-i verməyənlərin aşağısından isə 0 yazıram. Amma bunları bir-bir edirəm. Mərhələ-mərhələ. Birinci 9-a baxıram. Hər birinə ayrı-ayrılıqda baxıram. 9-a baxıram, görürəm ki, mənə 9-u, 8 və 1-in cəmi mənə 9 verə bilər. 8 ilə 1-in cəmi mənə 9 verir deyə mən o zaman 8 ilə 1-in aşağısına 1 yazıram. Hansı ki mənə 1 vermirsə, mən onun aşağısına 0 yazıram. Həqiqətən aşağısında 1 olanları toplayanda bizə 9-u verir. Bəs F hansı verir? F ilk öncə bilməliyik ki, F 16-lıq say sistemində 15-i ifadə edilir. Və mən diqqətlə baxsam görərəm ki, 8, 4, 2, 1-i cəmləyəndə elə mənə 15 verir. Bu o deməkdir ki, mən 8-in də, 4-ün də, 2-nin də, 1-in də aşağısından mütləq şəkildə 1 yazmalıyam. Çünki bunların hamısının cəmi mənə 15-i verir. Hə, yox, məsələn 8, 4, 2, 1-dən hər hansısa birinin məsələn bizə istifadə olunmasaydı, cəmi 15 verilməsəydi, məsələn 1-i tutaq ki, o zaman mən onun aşağısına 1, daha doğrusu 0 yazırdım. Və mən bunu belə yazandan sonra İstəsəniz sizin üçün daha sadə olar deyə birinci həll etdiyinizin qarşısına 1 nömrə qoyun, ikinci həll etdiyinizin qarşısına 2 nömrə qoyun. Və bunu birincidən başlayaraq ardıcıl şəkildə yazın. Birinci 1 gəlibdir, sonra 0, 0, 1, daha sonra 1, 1, 1, 1 gəlibdir. Əslində bu 16-lıq say sistemində verilmiş 9F16 ədədi mənə 2-lik say sistemində 1001 və 1111 ədədini verilmiş. Baxın, bu məsələ belə həll olunur. Deməli, nə etdik biz burada? Birinci biz 16-nın bölənlərini yazdıq. Daha sonra 16-nın bölənlərini yazandan sonra biz bir-bir ədədlərə baxırıq. Görürük ki, bizdə hansının cəmi bizə həmin ədədi verir. Və birinci bizə gələn ədədin 9 olduğunu görürük. Və görürəm ki, 9-u verən 8-dən 1-in cəmidir və onun aşağısına 1 yazıram. Hansılar ki, bizə vermirdirsə cəmi, o zaman onun aşağısına 0 yazıram. Yəni istifadə etmədim. Və sonra ikinciyə baxıram, F-dir, F 15 deməkdir bizdə, keçən dərsimizdə demişdik. Və baxıram, görürəm ki, 15-i hamısının cəmi verir deyə mən aşağısına 1 yazıram. Baxın, bu 2-lik say sistemindən 16-lıq say sisteminə keçiddir. Və bir də var ki, bizdə bəzi məsələlər var ki, qüvvətlərin böyük olduğunu görürəm. Məsələn, buradakı məsələdə kimi. Məsələdə bizdən soruşur ki, 10-luq say sistemində verilmiş 64 üstü 32 ədədinin 16-lıq say sistemindəki yazılışında ilk rəqəm neçə ilə başlayır? Bunun konkret bir qaydası var uşaqlar.
Birinci olaraq bunu yada saxlayın ki, siz heç bir zaman 64 üstü 32-ni hesablaya bilmərsiniz. 64 üstü 32-ni hesaplamaq bizim üçün çox vaxtımızı aparır və demək olar ki, bu mümkünsüz bir şeydir. Bəs yaxşı, biz bunu belə hesablaya bilmiriksə, hansı asan yolla biz bunu hesablaya biləcəyik? İlk öncə mən buna diqqət yetirməliyəm ki, məndən hansı say sisteminin yazılışında soruşur. Görürəm 16 say sistemində. Bunu yadda saxlayıram. Hətta bunu mötərizə içərisinə alıram. Mən 64 üstə 32-ni hesablaya bilmədiyim üçün mən 64-ü necə yazıram? Uşaqlar, 64 2-nin qüvvəti kimi yazıram. 64-ü 2-nin qüvvəti kimi yazanda 2 üstə 6 olur. Və 64 üstə 32 də 32 də bu mötərizənin xaricində üzərində olur. Mən yazıram. Biz bunu bilirik ki 2 bu 6-dan 32 bir-birinə vurulur. 6-nı 32-yə vuranda 6 kere 2-nin 12, 2 yazırıq bir yada, 6 kere 2-nin 18, bir də yadda idi 192. Görürəm ki, əslində bu 2 üstü 192 ədədini alırıq. Hə, yaxşı. Deyərik ki, 2 üstü 192 aldıq, amma biz 2 üstü 192-ni də hesablaya bilmərik. Düzdür. Amma bunun üçün də bir problem etməyə dəyməz. Niyə? Çünki biz nə edirik? İkinci hissədə isə bizdə hansı say sisteminin yazılışında soruşursa, biz onu da 2-nin qüvvəti şəklində yazırıq. 16-nı 2 üstü 4 kimi yazıram. Düzdürmü? Və mən nə edirəm? Bu ikiləri atıram. Mənə lazım deyil. Mən gəlirəm sadəcə üstləri. Baxın, bizə hansında veribdirsə, təbii ki, onluq say sistemini verib. Hansına keçin deyirsə, keçilənə bölürəm. 192-ni gəlirəm, 4-ə bölürəm. 192-ni 4-ə böləndə nə düşür? 4 kere 4-ün 16, bu da 32 qalır, 9-dan 600. 2-ni də gəlirəm aşağı, bu da 8 dəfə yerləşir, 32, 0. Bizdə nədir uşaqlar? Bizdə əsas qayda budur. Siz də bunu bilin ki, qalıqda olanı 2-nin qüvvəti kimi yazırsınız. Burada olanı isə sizin sıfırlarınızın sayıdır. Baxın, qalıqda olanı siz qüvvət şəklində gətirirsiniz, 2-nin qüvvəti şəklində gətirirsiniz. Bu da olan isə sizin sıfırların sayıdır. Bu o deməkdir ki, mən bunu yazsam, n-dir. Baxın, bu n deməkdir. N bərabərdə sınıfda 0-a. 2-ni üzərində yazıram. 2 üstü 0, yanında ta 48 dənə 0 var. İndi mən bunu yazdım. 48 dənə nə var? 0 var. 48 dənə 0 var. 2 üstü 0 nə edir o zaman bizdə? 2 üstü 0 1 edir. Yanında da 48 dənə 0 var. Demək ki, bizdən də nə soruşur? Deyir ki, ilk rəqəm neçə ilə başlayır? İlk rəqəm bizdə baxırıq ki, 1 ilə başlayır. Hə yox, məsələn, tutaq ki, mən gəldim, böldüm, elədim. Aldım mı da, məsələn, 2. Bəs onu necə yazacağam? Yenə də 2 üstü n şəklində yazacağam. 2-nin qüvvəti kimi. Bu qalıqdakını 2-nin üstünə gətirirəm. Edir 2 üstü 2. 2 üstü 2 də bizə 4 verir. Gəlin yazalım. Tutaq ki, bizdə n 2 alınır. 2 üstü 2 alınır. Bu da 48 dənə 0 olmasın. Olsun 3 dənə 0 olsun. Təsəvvür edin ki, 3 dənə 0 almışam. Mən o zaman nə yazıram? Dedim ki, bu da əgər 2 almışamsa gətirirəm qüvvətə. Edir 2 üstü 2 4. Bizdəki bu burada olanlar bizdə isə sıfırların sayıdır. Neçə almışamsa o qədər sıfır var. 3 dənə almışam, fərz edək. O zaman 3 dənə də sıfır olur. Baxın belə. Təbii ki, bunu məsələyə cavabı bu deyil. Məsələnin cavabı bizdə budur. Bizə zaten sıfırların sayını da soruşa bilər. Heç bir problem yoxdur. 48 dənə sıfır var deyəcəkdik. Və ilk rəqəm neçə ilə başlayır? Görürəm ki, 1 ilə başlayır və neçə dənə 1 də soruşa bilər. Neçə dənə 1 var ifadədə. Biz sadəcə bir dənə 1-in olduğunu görürük. Baxın, bu məsələlər belə həll olunur. Çox sadə bir məsələ, daha doğrusu məsələləri sadə yolla həll edə bilərik. Bundan başqa bunu da deyim ki, ikili say sistemindən keçidləri haqqında bir videoda çəkəcəm. İkili say sistemindən bu dəfə 8-lik 16 say sistemindən keçid haqqında deyəcəm və onun da sadəcə bir dənə yol var. Onu bitirəndən sonra bizim say sistemlərimizdə işimiz bitəcəkdir. Əlavə də bunu da deyim ki, 16 say sistemindən ikili say sisteminə keçidi öyrəndik. 10-luq say sistemindən ikili say sisteminə keçidi öyrəndik. Həmçinin 10-luq say sistemindən 16-lıq, 8-lik say sisteminə keçidi öyrəndik. Bəs yaxşı, sual verə bilərsiniz ki, 16 say sistemi, ikili say sistemi keçidi bildik və 8-lik say sistemindən ikili say sisteminə keçid necə olur? O da eynən bunun kimi olur. Sadəcə biz burada 8-in bölənlərini götürürük. 8-in bölənləri 4, 2, 1-dir. Yəni də məsələn, bu da 16-nın bölənləri 8, 4, 2, 1 kimi yazmışdı deyə.
Biz 16-ya uyğun götürdük. Tutaq ki, bu da olsun. Təsəvvür edin ki, bu 9F F ola bilməz təbii ki. Olsun 91, məsələn 91, 8 olsun. Biz o zaman bunu ikiliyə keçirən zaman isə yenə 8-in bölənlərini yazırıq. Bu da 4, 2, 1 kimi yazıram və mən gəlirəm aşağıdan hansıların cəmi bizdə 9-u verirsə, onun aşağısına 1 yazıram, vermirsə 0 yazıram. Hansıların cəmi sonra 1 verirsə, aşağısına 1 yazıram, vermirsə 0 yazıram. 9-u görürəm ki, heç biri vermir. 0 yazıram. Biri də sadəcə 1 verir, qalanları vermir. O zaman mənim bu 8-lik sayı sistemə keçiddə cavabım 0, 0, 0, 0, 1 olur. Bəzi ifadələrdə, bəzi cavablarda sıfırları heç yazmır. Sizin də onu görəcəksiniz. Sıfırları yazmamasının səbəbi ondan ibarətdir ki, yəni bir ədədin qarşısında, daha doğrusu əvvəlində 0 olsa da olar, olmasa da olar. Çünki eyni bir mənanı verir. Biz növbəti videolarda inşallah bu haqqda video çəkəcəm və daha doğrusu məlumat verəcəm. İndi bu qədər bəsdir. Növbəti videolarda görüşənədək sağ olun.